Bugün günorta saatlarında bazar ərazisində 71 yaşlı kişi həyatını itirib. Hadisə şahidlərinin sözlərinə görə onun təzyiqi yüksək olub. O qəfildən yerə yıxılıb və başına yaxınlıqdakı daşa çırpıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Mövcud məlumata əsasən vəfat edən şəxs Marniuli şəhərinin sakini olub. Mən bazardan gəldim, burada nəfəs gedir. Skora gəldi, nə illah illədi, özünə gətirəmədi. Davleniyası qalxdı. Davleniyası çox qalxıb, 2-3 gündə bundan qabaq uyda xəstəymiş. Yıxıldı, başı dəyib. Mən gəldim, burada uşaqlar su verir, qaşqasına su verir, xeyri yoxdur, ağzına burla qan gəlir. Harada yaşayırlar? Burada bazarın geri yanında. 71 yaşı var. Qonşumdur. Ben geldim, yıkılıp da dediler salam verip kalkıp geçip ayağı büdürüp geri yıkıldı, başı daşıdı. Bardura. Muskora geldi, çalıştı. Gec oldu. Yerin kepenetçi de burada yaşıyor. Arvad da yıkılsa kızdı.